Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Xoş gördük hamınızı və bu günləri həftənin şənbə günü Etiraf proqramı MTV kanalında yayımlanır. Odur ki, MTV Azərbaycan kanalına baxanlar, kanalı çevirməyin, çox maraqlı bir verilişimiz olacaq. Verilişimizdən öncə hamınıza deyirəm, xoş gördük dəyərli Etiraf verilişinin aparıcıları. Nə yaxşı ki varsınız, nə yaxşı ki məni həyatda yaşadırsınız. Və Allah sizləri qorusun. Siz dəyərli izləyicilərimiz olmasa, mən burada bir aparıcı kimi heç kimə lazım deyiləm. Ona görə də sizi sevirəm. Allah sizin hər birinizin evinə uğurlu, xeyirli, ruzulu, bərəkətli günlər gətirsin və müqəddəs Qurban Bayramı münasibəti ilə hamınızı təbrik edirəm. Kəsdiyiniz qurbanlar, qıldığınız namazlar, etdiyiniz dualar Allah Taala tərəfindən qəbul olunsun. Və inşallah kimlərin ki nə arzuları qalıbsa, gələn qurbanlığa qədər bütün arzularınız ürəyinizdə, muradınız gözünüzdə qalmasın. İndi isə biz verilişimizə demək olar ki, Divan Konsept Mebel mağazasının sponsorluğu ilə baxırıq. Və siz bilirsiniz ki, Divan Konsept Mebel mağazası Azərbaycanda brenddir və Türkiyədə olan bütün məhsulları Azərbaycana gətirir və Azərbaycanda ürəyiniz istəyən mebeli gedib Divan Konsept Mebel mağazasından çeşid və çeşid mebellər ala bilərsiniz. Hətta siz toy eləyərsiniz, toydan sonra gedib pulunuzu da ödəyə bilərsiniz. Və yaxud da bir balaca götürürsünüz bir şəxsiyyət vəsiqənizi, gedirsiniz Divan Konsept Mebel mağazasına, orada ürəyiniz istəyən mebelləri alıb, gətirib və kredit yolu ilə verə bilərsiniz. Odur ki, Azərbaycanda bir növbəli mebel mağazası yalnız və yalnız Divan Konsept Mebel mağazasıdır. İkinci sponsorumuz Paytaxt Bakı. Paytaxt Bakı restoranı Düz Neftçilər metrosuna yaxındır. Odur ki, ad günlərinizi, şad günlərinizi, xına yaxtılarınızı, özəl məclislərinizi Paytaxt Bakı restoranında edin. İnanın ki, yanılmayacaqsınız. Canlı musiqilərə qulaq asın, təbii yeməklərdən dadın və onların ab-ı havası əsli köhnə Bakını xatırladır. Odur ki, Paytaxt Bakı restoranı sizin həmişə yolunuzu gözləyir və mən də şəxsən sponsorlarımın yanında olacağım. Və beləliklə, dəyərli izləyicilər, qonağımı sizə təqdim etmək istəyirəm. Bizim bugünkü qonağımız özəl qonağımız, dəyərli qonağımız. Əsl sənətkar, illərcə sənətdə sözün demiş, illərcə sənətinə, səhnə mədəniyyətinə, onun ürəyinə, ürəyinin genişliyinə mən vurğun olduğum bir xanım bu günləri Azərbaycan mədəniyyətinə, incə sənətinə daimi xidmət eləyən, daimi özün bu yolda fəda eləyən, sənət fədaisi, xalqımızın artisti Mətanət xanım Əsədovadır. Buyursun. Görürsen mi necə kövrək olmuşam, mən bu sevgimiz üçün
eşq olsun değerli sənətkarımıza. Xoş gəlmişsiniz, gözəl sənətkar. Xoş gününüzə gəlim. Hamını salamlayıram. Sizin bu dəyərli, sayılıb seçilən gözəl, baxımlı verilişimizin bütün izləyicilərini buradan salamlayıram. Allah xalqımızı biqərar eləsin. Allah Amin. xalqımıza can sağlığı versin. Bugün əziz, gözəl bayramımız, Qurbanlıq bayramını, Azərbaycan xalqını, başda Ali Baş Komandamız, gözəl prezidentimiz Dəmir Yumruq İlham Əliyev cənablarını, onun əvəz olunmaz birinci xanımı Mehriban xanım başda olmaqla hamını təbrik edirəm. Allah kəsdiyiniz qurbanları qəbul etsin, arzularınız hasil olsun, dualarınız qəbul olsun. Allah xalqımıza can sağlığı versin. Hamımızın bayramı mübarək olsun. Bugünkü verilişimiz də gözəl olsun, həmişə olduğu kimi. Amin, amin olacaq. Çünki belə gözəl sənətkar gəlib özdə maşallah olsun ki, çağban kimi yanır. O paltarın ağırlığına necə dözürsün? İnanın ki 7 kilodur bu. 7 kilo. Bax bu qaşdaş 7 kilo. Bildim. Demişəm Tərənə xanıma ki, Tərənə xanım, bax bunu mənə tez 2 günün ərzində hazırla ki, mən əzizim, canım ciyərimiz İlham müəllimin verilişinə gedim. Təşəkkür edirəm Tərənə Bilirəm ki, belə xanıma da, xoşdur. sizə də. Çox Mən sağ olun. xoşlayıram. Can. Siz bilirsiniz ki, sizin ürəyiniz gözəldir. Və sizin üzünüz güləndə mənim Can. ürəyim gülür. Allah həmişə Çünki gülürsün. siz doğrudan da dəyərli və əvəz olunmaz sənətkarsınız. Çox sağ olun. Mən sizə bir söz deyim. Can. Siz bizim səhnəmizin Fatma Mehrəliyevasısınız. Mən bunu demişəm, yenə də deyəcəm. Çünki niyə görə ki, sizin səsinizdə olan çalarlar, siz oxuduqca məni xatirələrə aparır, oralara aparır. Ona görə də mən çox xoşbəxtəm ki, artıq 15-16 il bundan öncə etiraf verilişində siz olmuşsunuz və bugün tarix təkrarlanır yenə də. Bəli. Düzdürmü? İndi o istəməsin, anamın istəkli aparıcılarından biri olmuşsunuz. Allah qəni rəhmət eləsin. Ölənlərinizə rəhmət, Allah Həcc xanıma can sağlığı versin. Çox sağ olun, təşəkkür edirəm. Hər zaman sizin veriliş olanda deyirdi ki, Mətənət, bax gör nə gözəl səliqəli, üzündə nur var, nə gözəl danışır, insanların ürəyi ilə oynamır, insanların dərdinə şərik olur, insanlarla həmsöhbət olur. Heç vaxtı reyting xətrinə hərəkət eləməmişsiniz. Reytinglər qurban olsun sizi kimi sənətkarın bir telinə. Can. O reyting boş şeylərdir, insanlıq. Maşallah. Hələ ona görə də bugünə qədər hamımız dostluğumuzu, münasibətimizi qoruyub saxlamışıq. Mən çox şadam ki, sizin kimi gözəl insanla, öz işinin peşəkarı, gözəl aparıcı, yaxşı insan, xalqını, ailəsini, ən çox da anasını sevən bir şəxsiyyətlə dostluq edirəm uzun illərdir və yenə də həmən günlərə qayıtdıq. Gəldik həmən verilişin təkrarına. Bəli. Deyir Gülbadam, gəl bir də. Gəl bir də. Allah nəsib eləsin inşallah. Bir 15 ildən sonra yenə də etirafa gələrsin. Amin Allah. Amma o birisi verilişlərimə gələcəksiniz. Amma etirafa o heç. Sizin verilişlərə gəlməmək olar. Allah razı olsun. Təşəkkür edirəm. Gəlməliyik. Mətənət xanım, özünüzü necə hiss edirsiniz? Özümü indi yaxşı. Ən gözəl, bax, bu günləri xalqımızın Qurban bayramıdır. Bəli. Ən gözəl bayramda, bax, siz gəldiniz. Burada çox adam ola bilərdi, amma mənim ürəyim sizi istədi ki, bu əziz gündə siz oturasınız və xalqımızı, Azərbaycanlıları, bütün dünya Azərbaycanlılarını təbrik eləyəsiniz. Çünki bu sizin haqqınızdır. Bu sizin sənətkarlı, neçə ildir sənətə fədaisiz siz. Sizi kimlərə fədai deyirlər, sənətə öz canı ilə, qanı ilə, Azərbaycanın muğamına, mahnılarına, mədəniyyətinə, incəsənətinə xidmət edən bir xanımın təbii ki, haqqıdır ki, bu günlər gəlib, bu kürsüdə əyləşib, xalqını təbrik eləmək. Onun üçün mən sizə təşəkkür edirəm, dəvətimi qəbul elədiniz. Mən də sizə təşəkkür edirəm Qızıldan qiymətli sözlərinizə, diqqətinizə görə. Mən ömrü boyu hər zaman diqqət, mehribançılıq, qayğı bunu sevmişəm. Bunu da harada görürəm, deyirəm ki, Allahım, sən bu insanı ağla gəlməz yerdən,
özün necə istəyirsən elə mükafatlandır. O köməklə belə eləyir, belə rəftar eləyir və yaxud bu sevgini, bu qayğını içdən gəlməsə insan 3 dəqiqəlik olar da o rol. Bəli. 4 dəqiqəlik, laf özün öldürsün 10 dəqiqə. Bundan sonra o biri üz gəlir axı. Amma görürəm ki, yox. Elə insanlar var ki, onu tez bürüzə verir. Bəli. Adam da var ki, içdən gələn Bəli. o sevgini dilə gətirir. Bəli. O içdən gəlir ki, o dilə süzülür, qarşısındakı insana çatdırırsan. O sizdə maşallah Allah sizə can sağlığı versin ki, var. Sizdən bayhəm. Bugün də çox rahat, az olar təsadüf verilişlərdə ki, mən rahat olum. Aparıcıdan çox şey asılıdır. Bəli. Mən həmişə deyirəm, aparıcının özünün açdığı bir oradakı komfortunu hiss edir özünü. Bəli. Orada gözəl bir veriliş açır. Onun verilişinə gələn insan onun evinə gəlir. Bəli. Verilişinə. Bəli, evimizə Deməli, bu gəlirsin. məni verilişində belə qəbul eləyirsə, gör evində necə qəbul eləyər. Başımın üstündə. Can, başımın üstü həmişə uca olsun. Nətər xanım, Can. qulaq as. Hay can. Qulaq as. Görüm sizə təb gələcək, gəlməyəcək. Dara düşüb darxanda, mən Tanrıya üst tuturam. Şərə düşüb karxanda, mən Tanrıya üst tuturam. Zirvələrə ucalanda, sözüm məndən öc alanda, haqq, ədalət ovulanda, mən Tanrıya üst tuturam. Sevincimi bölmək üçün, ürəkləri görmək üçün, insanları duymaq üçün mən Tanrıya üst tuturam. Zalimlardan əziləndə, gözümdən yaş süzüləndə, əlim yerdən üzüləndə, mən Tanrıya üst tuturam. Mən Tanrıya üst tuturam. Yanıb qovurulanda, külü göyə sovrulanda, haqq, ədalət ovulanda, mən Tanrıya üst tuturam. Mən Tanrıya üst tuturam. Mən bu dünyada Allahdan başqa güvəndiyim, sığındığım böyük belə bir qüvvə görmürəm. Heç kimə inamım yoxdur. Heç kimə ümid etmirəm. Yeganə sığındığım Allahım olub. Bir də anam olub. Deyirlər ki, ananı heç kim əvəz eləmir. O həqiqətdir. Amma uşaqlıqdan körpə yaşlarından mən elə bilmişəm ki, bizdə böyük xanım, Həc xanım mənim elə bilmişəm anamdır. Anam da, Əllərindən öpürəm onu. mən də sizin ananızın əlindən öpürəm, Səfaya xanımın. Elə bilmişəm ki, o mənim anamdır, anam da nənəmdir. Mənim anam çox belə öhkəmli, skromlu, belə yumruğunuz. Hökümlü. Hə, çox, həddindən artıq. Elə bir kişidə hökm olmazdı ki, onda var idi. Dəhşət, biz belə çəkinirdik, qorxurduq ondan. Amma bu xanım, Səfaya xanım sakit, utancaq. Hələ uşaq idim, mən onu elə görürdüm. İndi yəni anamdan sonra o qədər mən ona bağlı olmuşam. O ailə quranda mənim 5 yaşım var idi. Mən sarılıq xəstəliyi tapmışdım fikirdən. Bir uşaq 5 yaşında fikir edib sarılıq tutar. Yox. Mən o xanıma görə apardılar məni. O getdiyi 2-3 gün idi. Ailə qurmuşdu, üzr istəyirəm. Cəlilabad rayonunda. O məni apardılar ora bacımla. İkimizi apardılar. Dedilər ki, çox həkim zad gətirdilər hər yerdən. Rayondaydıq, şəhərin özündən, Bakıdan da gətirdilər. Sonra o evlər arası qadınlar o baxırdı, o deyirləri xəstəliklərsə. O dedi, buna nə həkim lazımdır, nə iynə dərman. Bu uşaq fikir edir, kimisə fikrin. Aparın onun yanına. Onun yanına mən apardılar məni xanım Səfayanın yanına. Mən onu görən günü sarılıq məndən getdi. İnanırsınız? İnanıram mən. Hə, yəni mən onu o qədər istəyirəm. Bugün mənim bax mən dedim ki, mənim anama bir şey olsa, nə bilim, mən dəli olaram, nə bilim, nəsə olaram. Ondan sonra ağzımda dilim yandı, 2 gözüm kör oldu ağlamaqdan, gözlərim əməliyyat oldu. Cavan bir bacı itirdim. Yəni Allah rəhmət. Hə, ölənlərə rəhmət. Amma inanmıram ki, mən nə bilim yaşayaram ona bir şey olsa. Yəni mən onu sevirəm. Biri var bacını seviləsi qızdır.
xətri hörməti olması bir xanımdır. İmanlı, dinli. Çox hörmətli, çox Bəli. əxlaqlı, çox abırlı. Bəli. Nə qədər xoşbəxtəm ki, mənim baş tacımdır o. Nə qədər xoşbəxtəm ki, o mənim böyüyümdür. Hamımız onun şəklini görəndə, danışanda ikinci kəlmədə başlayırıq ağlamağa. Nədirsə bilmirəm, nə qüvvədir bu bilmirəm. İndi danışıram, ağlamaq tutur mən həqiqətən. Mən onu dəhşət istəyirəm. Anamızın ətini alırsın. Hə, yox, dəhşət. O ana ətinə də bənzəmir. Mən onu dəhşət istəyirəm. Allah sizi ayırmasın. Hə, amin Allah. Demişəm Allah Teala. Yəni nəsə birdən eşidirəm. Adi xəstələnir İlham müəllim. Mən yatmıram. Dəli oluram ki, ay Allah. Yəni birdən nəsə olar da. Yəni o qədər istəyirəm. O qədər ona bağlıyam mən. Dəhşət. Hə. İndi bir göydə Allahımdır, bir də yerdə mənim üçün odur. Bir də aman zaman qardaşım var. Allah ona da şəfa versin. Amin. Amin. Hamısının fikrini, hamısının dərdini, problemini çəkirəm içimdə. O heç. Amma içdən bağlı, yəni mən onu o qədər istəyirəm. Sevirəm onu. Yəni dəlisiyəm də mən bacımın. O qədər nəfəs alıram ondan. Allah haqqı. Yox, o adı özümdən ixtiyar, mən evdə də beləyəm. Çöldə də beləyəm, toyda da beləyəm. Bir də görsən zəng gelir. Deyirəm, can, bütün toyda cəmaat mat qalır mənə. Deyirəm, gözüm, nəfəsim, ürəyim. Hay can, sənə qurban olum, əlindən ayağından öpürəm. Bax, nə vaxt zəng gedir, elə bir də görürsünüz ki, belə o kollektiv qoşulurlar, nə deyirlər ona? Konfrans yaradırlar, hə. Hamımız biz qızlar belə danışanda qardaşımıza, hamısı məqət, yəni, bax, başladı yenə. Bax, belə ağlayıram. Deyirəm ki, ana, sənə qurban olum. Bəlkə də özünü düşünmərsən, balalar var, amma mənə yazığın gəlsin. Nə olar, bacardığın qədər yaşa. Allah ömür versin. Belə fikirləşirəm ki, yəni musiqidən küsərəm mən. Məhv olaram da mən. Estağfurullah. Allah iraq eləsin. Yəni bu Allahdan sonra mənim üçün yəni odur. Allah onu bizə çox görməsin. Allahı sevirəm, onu sevirəm. Deyirəm ki, Allah birdən çox sevərəm. İraq, əlimdən alarsan. Məni al, ona dəymə də. Yəni belə istəyirəm. Allah hər birinizə ona görə hər dəfə onu istəyəndə bəli, versin. deyirəm ki, Allah məni bağışla. Sənin qədər istəmirəm, narahat olmay Allahım. Mən onu istəyirəm, amma nə olar, sənin qədər istəmirəm. Ömrü uzansın. Qorxuram. Başa düşdünüz? Bir dənə həyatda heç özümdən də səsim batar, qorxmaram. Səsim batar çünki əlimdə 5 mərifət var. 1000 dənə iş bilirəm. Gedərəm hər işdə məşğul olaram, çörək qazanmaq üçün. İş görərəm. Nə olasıdır? Heç. O qədər iş bilirəm, məsəl üçün, hər işin öhdəsindən gələrəm da ki, bir tikə çörəyim olsun. Amma heç nədən qorxmaram, bir ondan qorxaram. Qorxduğum bir dənə odur. Həyatda. Allah heç vaxt o qorxduğunuzu başınıza gətirməsin, ona görə inşallah. Allaha canımız fəda olsun, tamaşaçılar mənə bağışlasın. Mən göz yaşlarım hakim kəsilə bilmirəm. Tək ki, sizin göz yaşları aksın, inşallah. Qaldı ki, siz nə qədər gözəl qurban olduğumu dilə gətirib o sözləri dediniz. Atalar balanı yaman istəyir. Atalar balanı yaman istəyir. Bu gecə ürəyim səni istəyir. Sənsiz darıxıram, yaman ay bala. Sənsiz darıxmışam, yaman ay bala. Həsənim, sən mənə Tanrıdan paysan, yazımsan, yayımsan, ilk gümanımsan. Mənsuma balamın ümidgahısan. Yaman darıxmışam sənin üçün bala. Yaman darıxmışam sənin üçün bala. Darıxdığınız insan varmı? Hə. Darıxdığınız insan varmı? Görmək istədiyiniz insan varmı? Var. İnşallah qovuşaram, görərəm. Biri anamdır, biri bacımdır. Yox, onlara qovuşma. Hələ tezdir. Nə olar, eybi yoxdur. İndi Allah nə vaxt, bəlkə buradan çıxandan sonra eləyər onu, qismət eləyər, inşallah. Yox, o gözəl bir xoşbəxtlikdir. Məsələn xanım, Can. İsti-isti bir ağız sizdən muğam istərəm. İsti-isti, bax elə balaca bir zümzümə. Bal da verə bilməz balanın dadı. Sən dünyadan doydun ayana, mənlə doymadın. Oduma ələnib külümə yandı, mənə candan şirin yanan ay.
Nigaran qalan dayana bala dayan, ona qurban deyər dövlətdən maldan. Mən qurban demədim ayana dünya malına. Kaş özüm qurbanım olaydım anamın atamın, anamın atamın, anamın ay. Ay Allah, Allah, Allah. Mən ölürəm bu xanımın oxumağı üçün. Valla, inanın mən sizə bir söz deyim ki, o sizin səsini, o məştubatda piləkərin üstündə oxuyur. Mən elə bilirdim ki, sən mənə... O belə oxuyur. Tutuşdu qəm oduna şad, gördün könlüm müqayyid oldu. Ay azadı gördün könlüm, ayar ayar ayaman, yazık oy 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 olmuşam ay. Farad Şakinskaya oynayır, Şövkət Ələkbərov oxuyur. Şövkət Ələkbərov oxuyur. Hamı elə bilirdi Fatma xanım oxuyur. Bəli, amma Fatma xanımın oxuduqları tamam başqadır. Qızıl fondda Fatma xanım kəsmə şikəst oxuyub. Kəsmə şikəstdə, bəli. Bu da kəsmə şikəstlərin bir növüdür, bir qoludur. Bəli. Bu da bir şikəstədir. Bəli. O məsəl üçün deyir, evimə getdim, şor yeyirdin, ət yedin və yaxud nə bilim, neynədin? Hə. O da çıxır ağlaya-ağlaya ki, yəni bir hökm sahibi necə məni sındırır? Bitkəy verdiyi yeməyə indikilər kimi. Başıma bir dənə yaxşılıq eləyirlər, çıxıb efirdə gilə eləyirlər, ağlayırlar, yaylıq götürüb o boyda kişilər. Hə, yəni, nəysə. Yəni, həmən o kəsmə şikəstlərin elə bir qoludur. Bir qolu da budur da. Yəni, orada da Şövkət xanım ayrı cür bir tərzdə oxuyub kəsmə şikəstəni. Nərminə xanım ayrı cür oxuyub. Fatma xanım möhrün vurub. Amma siz Nərminə xanımın, bir də Fatma xanımın yolu ilə gedirsiniz. Bəli. Mən 3 dənə bax. Nərminə xanımdır, Fatma xanımdır, Rubaba xanımdır, Zeynəb xanımdır. Kişilərdən də ki, Məmməd Bağır Bağırzadədir. Bəli. Mənim ruhum, mənim qidam, mənim musiqi xəmrim onlarla yoğurulub. Bəli. Doğrudan da elədir. Vallahi. Ümumiyyətlə, mən sizi tanıyandan, siz geniş ürəyə bir malik xanımsınız. Mənə elə gəlir ki, sizin qəlbinizi nə qədər ələ alsan, sizin nə qədər könlünüzü xoş eləsə, siz o adama canınızı da verərsiniz. Çünki siz həmişə diqqət, qayğı istəyirsiniz. Sizə milyon ver, xeyri yoxdur. Siz dünya malına görə ömrü boyu heç var. Amma siz özünüzə diqqət, təbii ki, sizdə o elə bir xanımsınız ki, siz həmişə, heç vaxt, yeri gələndə ac qalarsınız, heç vaxt əyilməzsiniz heç kimə. Yox. Bəli, amma diqqəti, qayğını siz istəyirsiniz. Çünki niyə görə? Siz, elə bir sizin qəlbiniz, özünüz böyümüsünüz, ürəyiniz körpə qalıb. Bilirsiniz, İlham Əliyev. Üzr istəyirəm. Gəlin reklamlara qaydaq. Reklamdan sonra danışığımız da çox olacaq, mahnımız da. Elə buradan başlayarıq. Elə buradan başlayacaq. Öpürəm sizi. Əzizlərim, reklamlara ayrılıb maraqlı söhbətlərimiz olacaq. Qaydın yenə. Reklamlar.
eşq olsun, eşq olsun, eşq olsun. Dəyərli sənətkarımıza çox gözəl ifa, rəqs məni də oynatdınız bu bayram günündə. Allah elimizi, obamıza toylu, düyünlü günlər qismət eləsin inşallah. Bu mahnının bəstəsi Rahat Deyəsən Məmmədovdur. sözləri, deyəsən yadımdan çıxmayıbsa, Allah rəhmət eləsin, Tağa Əhmədovun olmalı idi. Bəlkə də. Bəlkə də odur, bəlkə səhv Amma eləmirəm, amma musiqisi Rahat Rahat Məmmədovundur. Məmmədovundur, gözəl bəstəkarımız. Gözəl, dünya şöhrətli Dünya, bəstəkar. valla, həm də ki, gözəl insan, səmimi, mehriban Ay insan. Mətəniyyət Can. xanım, mən bu əziz gündə bir etiraf eləmək istəyirəm. Mən də etiraf eləyim də. Siz bilirsiniz ki, mən Vasif Məhərrəmovu çox istəyirəm. Əlbəttə, mən də. İndi sizə bir söz deyim. İndi bilmirəm qocalmışam, ya nədəndir. Vasif elə bir ifaçıdır ki, elə bir sənətkardır ki, amma onun oxuduğu mahnılar artıq hit olur. Vasif yaşa doğru gedir, amma onun mahnıları daha da sevilir, daha da izlənir və Vasifin ürəyi çox genişdir. Vasif məni yubileyinə çağırmışdı. Mən də yalan demirəm də, bu əziz gündə yalan nə deyim, paltarımı hazırlamışam ki, sabah bunun ad gününə gedəcəm mən. Uzanmışam divanda, valla televizora baxıram, eləyirəm, deyirəm, kef edib, sabah orada dincələcəm. Mətəniyyət xanım, and olsun Allaha, 2 balamın canı için. Bir də gördüm ki, axşam gecə saat 1-də girdim TikTok'a, gördüm Vasifin ad günü paylaşılıb. Mən gedə bilmədim, üzü qara qaldım. Yadınızdan çıxıb. And olsun Allaha. Nə olsun, burada nə var ki? Valla. Üzü qara düşmanımız olsun, Vasif elə o insan mənim deyil. anamın da doğum gününə gəlib, ondan sonra mənim də doğum Bir gün günümə oturarıq, gəlib. təşkil eləyərəm, oturarıq, orada biz davam eləyərik ad günü. Eləyirik də. Mən eləyim. Mən eləyim can, mən eləyim baş üstə. Öpürəm. Mən eləyim onu. Çünki mən Vasifi çox istəyirəm və buradan da salamlayıram Vasif Məhərrəmovu. Əziz qardaşımın, Məhərrəmlinin, o bizim Qəşəng dəyərlimizdir. mahnıları var. Bəli, gözəl insandır, gözəl dostdur. Çox gözəl yubileyi də keçdi. Gözəl keçdi, Qəşəng də bəli. oxudu, Gördüm orada. Mən sonradan TikTok'da gördüm, amma valla boynuma Düzdür, aldım. Vasif mənə də bir dəfə küstü ki, sən niyə ad günü bu vaxtda? Deyirəm, ay qardaş, mən nətər eləyim? Dedim, mən uçuram, çıxıb gedirəm, Barselonaya gedir, İstanbula gedir, bilmirəm. Dedim, ona baxayım, biletim də alınıb. Nəsə vacib bir işi var idi, getməli idi. Siz hansı, bürcünüz hansıdır? Dolça, su tökən. Hansı ay idi sizdə? Fevral. Fevralın neçəsi idi? Orada pasportda ayrı bir rəqəm yazılıb. Aha. Amma 14-dür, 15-inə keçən. Fevralın 14-ə 15-ə keçən. Amma 11 yazılıb. Bir dəfə sizin ad gününüzü gözəl oldu. O sənət yubileyi idi. Yadınızda da oynadıq, çıxdıq. O, nə gözəl, nə gözəl, möhtəşəm elə bir. İnan ki, 120 nəfər adam dedim. Nə 470 nəfər adam gəlmişdi. Orada millət əlindən yeri yox idi. 470 adam gəlmişdi. Amma ləzzətli də oldu da, ləzzətli də Mən oldu. ümumiyyətlə bir şey... Siz hamının xeyrinə şərinə yarayırsınız. Yəni, hamının. İndiyə qədər. Amma nə olsun, 700 nəfər siyahıda adam var idi. 100 nəfəri utana çağırdım ki, ay Allah. Deyir, ay qız, sən də heç olmasa bir dəfə nəsə elə də. Deyirəm, valla, mən istəyirəm ki, məsəl üçün, nəyəsə eləsəm, nəyəsə qıt eləyərəm, az eləyərəm, biraz aşağı da eləyərəm ki, mən burada İraqda əstəğfurullah üzr istəyirəm, maddi, yəni... Nə də, hə? Hə, yəni, belə, yox, onları yox. Mən ümumiyyətlə, adi bir nəyisə alıb yeyərəmsə, onu da qiymətli alaram. Mən onu bilirəm. Onu da gözəl Mən onu yeyərəm. bilirəm. Onu da giyinsəm, onu da. Və özüm necə istifadə edirəmsə, istəyirəm ki, qarşına çıxdığım insanın da qarşısına o neymətlər, o qiymətli olsun. Bəli. Hara gedərsinizsə, özünüz həmişə belə qiymətli şeylərlə gedərsiniz. Harada gedmisinizsə, necə lazımdır da eləmisinizsə. Bilən də sağ olsun, bilməyənlər də çoxdur. İndi gileylənirlər. Yəni, bilməyən ola bilər. Var da, gileylənirlər də, hə də. Mən deyir, balığı at dəryaya, balıq bilməsə, xalıq biləcək. Mən Allahın yolunda, Allaha xatir, Allahın quluna, Allaha hörmətlə yanaşıram ki, mən o qarşımdakı mən də qulam. Mən eşitmişəm ki, bir nəfərin nəvəsinin doğum günləmi, olma günməsi, brilyant maşın aparmışsınız. Həmən adam inciyib də məndən. Ən olsun, inciyib də. Yox, indi biz 40 ilin dostlarıyıq. Dostlar arasında hər şey olar. İndi küsüb də, indi anlaşılmazlıq olub küsüb, amma mən uman yerdən küsmüşəm.
Vallah sizə bir söz deməyim. Mən yox, mən xanımam, sonra o kişi xeyladır. Elə olur ki, dostların arasına kimlərsə girir. Mən könlüm alan nə vaxtım Ola var, nə bilsin, sadım var, nə də halım kimlərsə girir var. dostların arasına. Mən bilirəm kimi deyirsə, həmən adamın ürəyi təmizdir, qəlbi təmizdir. Onun ürəyi var, onun bu boyda ürəyi var, çıxılı. Gözəl insandır o da. Allah hamının qəlbinə görə versin, Allah hamının can sağlığı versin. Mən heç kimə işim yoxdur. Mənə sözü olan insan mənim nömrəmi də bilir, ünvanımı da bilir. Hara deyir, ora gedərəm, o otursun başının dəstəsi ilə, kimliyindən asılı olmayaraq. Mən tək gələcəm. Harada deyir, orada görüşək. Siz çox, mən tək. Mən tək gələcəm. Yerimi də bilir, ünvanımı bilir. İstəyər özü gələr, istəyər məni çağırar, kimliyindən asılı olmayaraq. Deyərəm ki, oturaq söhbət eləyək, görüb nə alıb verə bilmirik, nə araşdıra bilmirik. Bunu öz aranızda, efirlərdə yox, öz aranızda. İndi efirdə mənim üçün nəsə deyilib, mən də efirdə cavab göndərəcəm, o heç. Amma qaldı ki, 40 ilin, 30 ilin, 20 ilin çörək kəsdiyiniz insanlar efirdə dostluq eləmişdiniz. Yox. Efirdə deyib gülmüşdünüz. Hamısının dərdinizi, şərrinizi bir-birinizin çiyninə qoyub ağlayıb gülməyiniz efirdə olur. Kiminsə sözü varsa bir-birinə üzdə demək daha yaxşıdır. Dostlar, nə olar? Bacı-qardaş arasında söz olur. Qardaş-qardaş arasında söz olur. Bax, bu 5 barmağın 5-i birdir. Bəli. Yox. Hamısı ayrı cürdür. Ayrı. Evdə uşaqlar da hərəsi ayrı-ayrı xarakterə malikdir. Ailə psixologiyaya malikdir. Bəli. Onda qalmış ki, başqa evlərdən gəlirsən, o insanla sən gəlini baş apar. Onu öz xasiyyəti və sən uyğunlaşdıra bilmərsən. Bir də bu indiki zamanədə bir damcı yeməyi zorla körpə uşağı yedizdirə bilmirsən. Onun xasiyyəti, xarakteri tam ayrıdır. Bəli. Başqa cür necə puxtələşib, başqa mühitdə böyüyüb. Mən kimisə zorla özümü istədə bilmərəm. Bu dünya boş dünyadır. Bu dünya boş dünyadır. Hanı anam, hanı atam, hanı mənim atam, hanı mənim sevdiklərim. Əzizim, biz ölümlü, itimli dünyanı nəzərə alsaq, mən 24 saat onu fikirləşirəm. Amma insanlar var ki, onu görmür, onu hiss eləmir. Niyə dalaşırıq, niyə qırırıq bir-birimizi? Valla, hər bir şeyi həll eləmək olur. Az qalmışıq, sayma seçmə qalmışıq. Bəli, çox az. Sayma seçmə qalmışıq. Allah qorusun hamımızı. Hamımız dəyərlisiz, hamımız gözəlsiz. Necə hamımızda bir... Bu qəşək qız kimdir belə? Bu gözəl qız kimdir? Yəni, bu gözəl qız bu ne oturub burada? Mata. Canım ay Mata. Səni niyə incidirlər Matiçka? Heç kim incidi beləmir. Sadəcə anlaşılmamazlıq var. Onlar da keçib gedəcək. Vallahi ki, hər şey düzələcək. Mən boş vermişəm. Hər şey düzələcək. Buna bax, hələ buna bax. Qıza bax, qıza bax. Zita və Gita. Hələ Mətanət xanım, vallahi indi də beləsiz. İnanın mənə, indi də beləsiz. Vallahi heç illər sizə əl vurmadı. Yanınızdan ötdü, keçdi. Bilirsiniz, mən niyə belə qalıram? Əgər bir insan kişiliyindən, xanımlığından asılı olmayaraq, körpəliyini, uşaqlığını uşaq körpə kimi keçirtməyibsə, ola bilər. İnsan var ki, məsəl üçün, var dövlət içində böyüyər, biri mən. Bir də var ki, o var dövlət içində sakitlik mi deyim, sevincməkdir mi deyim, gəzintilər mi deyim, bir sığalmı, şirin dil mi, bir tumar mı, bir uşaqlıq, bir sinif yoldaşları ilə, bağça yoldaşları ilə, tələbə yoldaşları ilə bir gözəl xatirələr yoxdursa, elə nə oldu, elə onun sinifə qədər. Bir evdə də bir, nə bilim, onlar nə olsun, pulla, varla, geyimlə, yeməklə, elə deyil. O körpəliyi, o travma almayıbsa uşaqlıqdan, nə xoş ona. O, elə belə də yaşayacaq. Bir də var ki, mənim kimi. Yəni, ona görə o uşaqlıq onun gözündə, üzündə qalacaq. Bəli. Və get-gedə o yaşa dolduqca uşaq olacaq. Bəli. Və, məsəl üçün, qarşısındakı xanımdırsa, bir bəy tərəfindən ömrü boyu allanacaq. Bəli. Kişidirsə, bir xanım tərəfindən ömrü boyu əzilib aldanılacaq. Çünki o travmalıdır. Bəli. O hələ də axtarır onun gözü. Hələ də qulağı səsdədir, gözü yoldadır. Baxır, belə gözəl, təbii baxışlarla baxır o insanın üzünə ki, görəsən bundan nə işləyəcəm? Bu mənə düzmü etiraf edəcək? Yoxsa səhv. Bu mənə düzmü yanaşır? Görəsən mənim o beynimdə, xəyallarımda olan fikirlərlə mi yanaşır mənə? Yoxsa mənim hissimlə, qəlbimlə oynayır bu insan? Ömrü boyu şübhə içində yaşayır o insan. Ömrü boyu həmən o gözəllikləri, o məhəbbəti, o sevginin axtarışında olur. Və onun biri mənəm. Can,
İndi Allah sizə dəyməsin. Can. Siz gözəl bir insansınız. Reklamlara ayrılaq. Reklamlar gəlsin. Sonra inşallah bu söhbəti yenə də davam Nə olar, edəcək. eləyərik. Necə söz veririk, elə də eləyirik. Baş üstə. Əzizlərim, reklamlardan sonra qaydırıq möhtəşəm bir mahnı ilə inşallah. Reklamlar. Eşq dənizin üzə-üzə gəldi, səhraya çatdıq dözə gəldi. İndi ayrı-ayrı yaşayırıq, deyəsən axırda gözə gəldi. Eşq dənizin üzə-üzə gəldi, səhraya çatdıq dözə gəldi. İndi ayrı-ayrı yaşayırıq, deyəsən axırda gözə gəldi. Bu eşq bizi divanə etdi, o gözəl günlər hara getdi? Sevinclə başlandı bu sevgi, ən sonunda kədərlə bitdi. Bu eşq bizi divanə etdi, o gözəl günlər hara getdi? Sevinclə başlandı bu sevgi, ən sonunda kədərlə bitdi. Eşq dənizin üzə-üzə gəldi, səhraya çatdıq dözə gəldi. İndi ayrı-ayrı yaşayırıq, deyəsən axırda gözə gəldi. Eşq dənizin üzə-üzə gəldi, səhraya çatdıq dözə gəldi. İndi ayrı-ayrı yaşayırıq, deyəsən axırda gözə gəldi. Sevib səni qəlbimi verdim, dedim daha qalmadı dərdim. Özümüzə xoş gün arzu etdim, sonunda min bir bəla gördüm. Sevib səni qəlbimi verdim, dedim daha qalmadı dərdim. Özümüzə xoş gün arzu etdim, sonunda min bir bəla gördüm. Eşq dənizin üzə-üzə gəldi, səhraya çatdıq dözə gəldi. İndi ayrı-ayrı yaşayırıq, deyəsən axırda gözə gəldi. Eşq dənizin üzə-üzə gəldi, səhraya çatdıq dözə gəldi. İndi ayrı-ayrı yaşayırıq, deyəsən axırda gözə gəldi. Eşq dənizin üzə-üzə gəldi, səhraya çatdıq dözə gəldi. İndi ayrı-ayrı yaşayırıq, deyəsən axırda gözə gəldi. Eşq dənizin üzə-üzə gəldi, səhraya çatdıq dözə gəldi. İndi ayrı-ayrı yaşayırıq, deyəsən axırda gözə gəldi. Oturmayın, oturmayın. Onsuz da vaxtımız az qalır. Qoy 2 dənə mahnınızı da oxuyun. Halım yoxdur, biraz oturayım. Ay yox. Paltar məni öldürdü. 7 kilo paltarı geyinim, gəlib bura. Neyim? Hə. Bunu hazırlayan xanımı dedik ki, bunlar hamısı əl. Mikrofon alın, mikrofona danışın. Bunun hamısı əl işidir. Bilirəm. Bilirsiniz nə qədər insanın gözünün nurunu aparır. Qız Bilirəm. necə Amma yorulur. gözəldir. Amma gözəldir. Gözəl, mən bir də bunu geyinmərəm. Gözəllik nə deyir? Nə tələb eləyir? Qurban tələb Qurban edir. tələb eləyir. Hə, elə bir Öldüm, şey. nə ağırlıqda paltardır bu. Bilirəm. İndi Vay, vay. bir dənə də mahnınızı oxuyun.
Sonra qalır biri, birini də ən sonunda oxuyarsınız. Çünki vaxtımı mən istəmirəm. Bugün bayramdır. Gözəl mahnılar olsun. Can, Allah bu da bu gözəl qız var. Baba bu gözəl qız. Ay sənə qurban, ay gözəlim mənim. Gəlsin mahnımız, uşaqlar. Gəlsin. Hə. Bir kitap tek səni açaram, bağlaram. Bu hissi, duyğunu gizlicə saxlaram. Darıxsam mən səni özlərəm, özlərəm. Bir ömür yolunu gözlərəm, gözlərəm. Məni məndən qoparırsan, götürürsən, aparırsan. Bunu heç kimsə bacarmır, amma sən tək bacarırsan. Məni məndən qoparırsan, götürürsən, aparırsan. Bunu heç kimsə bacarmır, amma sən tək bacarırsan. Amma sən tək bacarırsan. Aşığın böyükdür ürəkdə sevdası, ömrümün mənası, canımın parçası. Gedərsən gedərəm, gələrsən gələrəm. Səninlə ağlaram, səninlə gülərəm. Məni məndən qoparırsan, götürürsən, aparırsan. Bunu heç kimsə bacarmır, amma sən tək bacarırsan. Məni məndən qoparırsan, götürürsən, aparırsan. Bunu heç kimsə bacarmır, amma sən tək bacarırsan. Amma sən tək bacarırsan. Məni məndən qoparırsan, götürürsən, aparırsan. Bunu heç kimsə bacarmır, amma sən tək bacarırsan. Məni məndən qoparırsan, götürürsən, aparırsan. Bunu heç kimsə bacarmır, amma sən tək bacarırsan. Amma sən tək bacarırsan. Amma sən tək bacarırsan. Amma sən tək bacarırsan. Söz musiqi Tərlan Ovxanıya aiddir. Tərlan, çox sağ ol. Tərlan Sağ olsun, Ovxanı bizim sağ olsun. dostumuz. Çox gör nə gözəl sözlərdir. Musiqiyə bax, ikisi bir yerdə gör nə gözəl vəhdət təşkil edir. Doğrudan da. Hə, bunu mən o qız Leyla xanım var. Bizim Cığatel xanım var, şairə. Bəli, bəli. Hə, onun qızı oxuyanda bəyənmişdim. Hə. Nəsə mənə dostlar müraciət elədi ki, bunu nə olar sən də oxu. Dedim yaxşı oxuyuram. O xanım ayrı cür qəşəng oxuyub. Məndə başqa cür alınıb. Hərənin öz yolu Bu yaxında var da. yenə Könül xanım mənim çox sevimli, dəyərli bacım. Leyla xanımla bir yerdə ikisi duet oxuyublar bunu. Uğurlu, xeyirli olsun. Amin. Hərə bir tarzda oxuyub da. Mən demirəm ki, mən belə qəşəng, gözəl oxumuşam. Hərənin Hərənin öz öz yanaşma tarzı var. Bəli, Mən də bəli. belə oxumuşam. Yaxşı eləmişsiniz. Siz nə oxuyursunuz da daha da Can. ötür. Uşaqlar o birisi mahnımız da gəlsin. Mətanət xanımın bəli. Gəlsin Bayramdır. Can. Axırda deyir gəlir, hələ deyir mahnı ilə çıxarıq. Hələ, hələ qoy sonra- danışaq onda. Danışaq onda. Olsa özün tərif edə bilmir, yazıq, oturub. Bilmirəm, yazıqsan bu paltarla. Bunu oydu gəldi mənim başıma. Mətanət xanım, ümumiyyətlə, Mətanət Əsədoviçin sənət yoxsa ailə? Bir yandan fikirləşirəm ki, yəni nə var bu sənətdə? Bir yandan da fikirləşirəm ki, nə yaxşı mənə Allah Taala belə sənət, belə səs istedad verib. Bəli. Bir-iki aparıcı var. Mənə demişdi ki, ən xüsusda biri.
Ay, sənin bu oxumağın, sənətin olmasa, biz səninlə başvan oyunlar açardım. Gülə-gülə. Necə ana? Yəni, səninlə bir sən necə danışardım məni? Hayf ki, sənətim var. Mən dedim ki, mənim sənətim olmasa da sən mənlə elə belə danışacaqdın. Çünki sənin koskoca bir mətanət də yanıb sənin qarşında. Sən mətanətlə başqa cür danışa bilmərsən. Hürrəm Sultan. Bəli. Çünki mənim ümumiyyətlə heç kimlə işim olmuyor. O arada deyirlər hegemon zat. Estağfurullah. Mən hara, hegemonluq hara. İnsan öz hüquqlarını qoruyanda. Mən hara, rayon hara. Mən hara, rayon hara. Mən hara, rayon hara. Dərdimə tap biçara. İndi, yəni, ailə də gözəl hisdir. Bəli. Sənət də gözəldir. Mən Allahdan istəyirəm ki, bir sənə istəyirəm, bu Can. əziz gündə. Can. Mən Allahdan istəyirəm ki, sizə Allah tezlikcə gözəl bir evlad nəsib eləsin. Amin Allah, onun qurbanını bir yerdə kəsərik. Amin. 12 dənə mən qurban demişəm. Bizim evdəkilər hərəsi bir qurban deyib. İndi ikisi də mən deyirəm. Qardaşım 7 dənə deyib. Mən də ikisini deyirəm. Can, İndi hələ başına maaşım dönərəm. azdır da, hələlik ikisini deyirəm, eybi yoxdur. Müğənnilərdən də mənə qurban deyən olub. Anı. Zemfira xanım deyib, Xatun xanım deyib. Hərəkət elə də. Sevil xanım deyib. Hərəkət Hələ elə. gördüklərimi deyirəm, hələ İnşallah. eşitdiklərimi. Hərəkət eləyim. Nədir? Vallah, bilirsiniz, mən sizə bir söz deyim. Mən atılıb düşməklə bir şey olmur. Onu Allah bilir nə vaxtı. Hay mən istəyim. İnşallah. Allah özü nə vaxt məsləhət biləcəksə, Allah deyir verəcək. ki, istə məndən verim sənə. Mən də Allahdan gecə-gündüz siz ürəkdən istəyirəm də. istəmək lazımdır. İndi o- Mütləq, İndi o mütləq. elə-belə torbada gətirib qapıya qoymayacaqlar ki. Ona gerək... Mənim yadıma gəlir ki, Allah rəhmət eləsin, İlhanə Quliyeva həmişə bizə gəlirdi. Allah qəni-qəni rəhmət eləsin. Həmişə hamı bilir də, həmişə mənim evimdə olurdu. Demək olar ki, Mənim kisəmdən getdi həmişə də. deyirdi ki, o qızın böyük bir sənəti var. Can. Sənəti ilə yanaşı böyük bir ürəyi var. Sizin Allah haqqınızda ona İlhanə qəni-qəni Quliyeva rəhmət eləsin. həmişə o sözü deyib və şəxsən mən onun Allahın böyük bacım şahidi. idi. O haqq dünyadadır. Mən nahaq dünyadayım, olanı deyirəm. Dayaq idi. Bəli. Yəni hər gün elə olurdu ki, bir gün fasilə verilərdi, danışırdıq, mütəmmədə təmasda olurduq, telefon vasitəsilə, efirlərdə olanda tez zəng elirdi, mətanət, bunu belədin, mətanət. Kimsə bir haqsız danışanda, kimsə nəsə yığırdı mənə ki, sən otur, sakit, mən ölməmişəm. Əsəbləşmə, budur, bir dənə ay mətanət, evladın olsun, ay mətanət, hamı özünə, bir evladın, həmişə məni bax elə danlayırdı. Çünki o özü, Bəli, bəli. bax belə göz yaşları tökdü, Bəli, dedi bəli. İlham, kaş mənim özümün evladım olaydı, bir dənə özüm dünyaya gətirdim, bir evladım Yox, olaydı. nankör çıxanda üzr istəyirəm. Özünkü Özünkü də də çıxır. çıxır. Bax Amma gördünüz, bir cəhənnəm- ailənin başına bir oğlan fərsiz evlad nə oyun çıxartdı. Amma Mətən xanım, amma yenə də bilirsən ki, özünkidir. İnsan özünkindən acısını da, şirini də, hər şey özümüzündür də. yox, özünkü lap yandırır Amma adamı. sizə bir söz deyim. Lap yandırır. Allah xeyirsiz evladsansa hələ verməsə yaxşıdır. Verməsə yaxşıdır. Mən onu deyirəm. Vallah deyirəm. Deməli Allah nəsə bilir də, mən Allahın işinə şərik ola bilmərəm. Yox. Qarışa bilmərəm. Mənim boynuma aid deyil o. Amma nə vaxtsa qurban olum Allah Taalaya. Allah nə vaxt məsləhət bilər. Siz gördünüz imamlarımızın evladı neçə yaşında olmuşdu? Bəli, bəli. Sənə qurban olum. Allah qismət edən Allah. Möcüzələrə yaradan Allahdır. Onu bilmək Bəli, olmaz. Allahın gecəli işinə gündüzü. heç kim qarışıb, qarşındakı insana belə baxıb lağ eləmə. Heç vaxt olmaz elə bir şey. İrişkənd eləmək olmaz. Olmaz, olmaz. Nə irişkənd eləyəcəksən? Başına gələcək. Mütləq. Mən bir nəfərin həyatına bir dəfə dedim Qınama ki, heç kimi. bəli. Mütləq qınanılacaqsan. Dedim, ay aman, sənin bu qarşında insan sənə nə qədər zulm belə də, yəni sənə qarşı belə-belə bir gün mənim başıma gəlmişdi. Ondan sonra dedim ki, ay Allah, Olmaz. mən, Allah Amma bağışla. Allah rəhmət eləsin, Allah məkanın cənnət eləsin. Bu günə o da sənətkar idi, sənətkar. O vaxtda Zöhrə Abdullayeva yanında sizin yaman, əvvəl dost oldu, sonra da yaman davanız düşdü. Zöhrə xanıma da Allah rəhmət eləsin. Onunla biz dəhşət mehriban olmuşuq. Bəli, bəli. Sadəcə bir müğənni gələn gündən səhnədə o məni istəməyib. O gəldi bir damcı boyuyla aləmi vurdu bir-birinə. Ondan dedi, getdi xəbərlədi. O da insandır da inandı. Bu ümumiyyətlə bu cəmiyyədə Hə. ara qatanlar çoxdur. Hə. Ara Allah qatanlar. Taala ona elə bir bəla verib ki, o onu görmür. Ara qatır.
Bax, ona görə də Allah Taala elə insanı arada sirkələyir ki, biraz özünə gəl, ay mənim yazıq bəndim. Yəni o insan məsəl üçün mən çox pis oldum onun elə dünyasını dəyişməyinə, elə acılarla. İndi yəqin nəyisə görə oldu da. Allah günahlarını bağışlasın. Amin, amin. Allah bizim də günahlarımızı nə vaxtsa orada da biz bağışlasın. rastlaşarıqsa, mən halallıq vermişəm ona. Bilmişsiniz. Halal xoş olsun. Amma məncə sonunda barışdınız da deyəsən. Ölümündən bir gün qabaq telefonla danışdıq biz onu. O məndən halallıq istədi, hə. Aha. Mən elə Müşabə xanım qoşmuşdu, Ələsgərli bizi. Aha. Konfrans yaratmışdı. Aha. Hə. Orada o mənə dedi, mən də dedim ki, Allah sənə can sağlığı versin, belə olsun, elə olsun, narahat olma. Bir də eşitdim ki, səhər-səhər. Allah onun da məkanı cənnət eləsin. Allah dünyadan köçən sənətkarlarımıza qəni-qəni rəhmət eləsin. Allah bütün izləyicilərimizi qorusun və dəyərlilərim, dünən bu günləri dünya Azərbaycanlılar üçün çox müqəddəs bir gün idi. Bax, bu gün də Qurban Bayramı günüdür. Bu Qurban Bayramında da, bax, görürsünüz, Mətəniyyət xanımı danışdıqca nə istəsəydik danışa bilərdik. Amma istədik pozitiv enerjilər ötürək sizə. Bəli. Və gözəl günlər yaşadaq. Əzizlərim, əziz Azərbaycan xalqı, dünya Azərbaycanlıları, müqəddəs Qurban Bayramınız mübarək olsun. Kəsdiyiniz qurbanlar, etdiyiniz dualar qəbul olunsun. Amin, amin. Allah hər kimin nə arzusu varsa ona nail eləsin. Allah bütün Azərbaycanımızı qorusun, millətimizi qorusun, dövlətimizi qorusun. Həmişə qurbanlarımız kəsilsin və inşallah sabahları canlıda görüşənə qədər bu günlərdə bizim qonağımız, dəyərli sənətkarımız, xalqın artisti, gözəl, dəyər verdiyim insan Mətəniyyət xanım Əsədova idi. Can, mən də Sağ olun, sağlıqla qalın. Basıram, bayramımız mübarək.